Salam değerli abituriyentlər, hər birinizi xoş gördük. Bugün biz sizinlə erkən dövlətlər haqqında danışacağıq. Bu bizim 3-cü dərsimizdir. Kanalda əvvəlki dərsin videolarını da izləyə bilərsiniz. Daş dövrünün və eyni zamanda Tunc dövrünün dərs izahları kanalda mövcuddur və eyni zamanda İbtidai icma quruluşuna aid bütün testlərin, Dövlət İmtahan Mərkəzinin test toplusunun bütün testlərinin bir-bir video izahı yerləşdirilib kanalda, o videoları da izləyə bilərsiniz. Bugünkü dərsimiz isə dediyim kimi erkən dövlət qurumlarından, erkən dövlətlərdən bəhs eləyəcək. Bir qədər yeniliklər var, əvvəlki illərin abituriyentləri üçün xüsusən diqqət eləməli olduqları məqamlar var. Eyni zamanda yeni öyrənən abituriyentlər də diqqətlə dərsə qulaq asmalıdırlar, diqqətlə fikir verməlidirlər hər bir xırdalığa. Erkən dövlət qurumları. Azərbaycanda erkən dövlət qurumları Azərbaycanın cənubunda yaranıblar. Nəyə görə Azərbaycanın cənubunda yaranırdı? Çünki və Urmiya gölünün ətrafında yaranırdılar bir çoxu. Nəyə görə? Çünki xəritə bilənlər bilirlər ki, bu ərazi Mesopotamiyaya yaxındır. Mesopotamiyada həmin vaxt artıq mədəniyyət formalaşmışdı. Şəhər dövlətlər mövcud idi. Gəlin lap aşağıda, bir qədər aşağıda xəritə verilib. Baxın. Bura Mesopotamiya ərazisidir. Dəclə və Fərat çaylarının arası, iki çay arası deməkdir. Buna Mesopotamiya da deyilir. İki çay arası da yazırlar kitablarda. Dəclə və Fərat. Baxın, bu Fərat çayıdır. Digəri isə Dəclə çayı. Bunların ikisinin arasına isə deyilir iki çay arası. Bax, burada Şumer şəhər dövlətləri mövcud idi və gördüyünüz kimi bu ərazi Azərbaycanın cənubuna, Urmiya gölünün ətrafına yaxındır. Ona görə də bizim tayfa ittifaqlarımız, erkən dövlət qurumlarımız, erkən dövlətlərimiz bax, bu ərazidə formalaşıb. Azərbaycanın şimalında bu dövrdə hər hansısa bir yazı olmadığına görə bizim oradakı tayfalarla bağlı hər hansı bir məlumatımız yoxdur. Baxın. Burada diqqətli olaq, əsasən də əvvəlki illərin abituriyentləri üçün. Əvvəl burada başqa tayfaların adı çəkilirdi bir neçə, indi baş qarışıqlığı olmasın deyə mən onların adını çəkmirəm. Baxın, yeni dərsliklərdə, yeni formada Azərbaycanın şimalında hər hansı bir tayfanın adı çəkilmir. Ancaq biz söhbət eləyirik, baxın, bu Urmiya gölüdür. Urmiya gölüdür. Urmiya gölünün ətrafındakı ərazilər, ətrafındakı tayfalardan biz söhbət açacağıq və İlkin olaraq başlayırıq Aratdadan. Aratda eramızdan əvvəl 3-cü minilliyin birinci yarısında Azərbaycanın cənubunda Urmiya gölünün cənub-şərqində meydana gəlmiş bir erkən dövlətdir. Baxın, burada kitabda 6-cı sinif Azərbaycan tarixi kitabıdır bu. Kitabda erkən dövlətin nə olduğu da yazılıb burada. Erkən dövlət, dövlətin yaranmasının ilk mərhələsi hesab edilir. Cənub-şərq deyəndə biz nəyə nəzərdə tuturuq? Gəlin yenə aşağıda xəritəyə baxaq. Baxın, bu deyirik Urmiya gölüdür. Burada Aratdanın adı yazılmayıb, amma gəlin lap biz yazaq bura Aratdanın adını. Cənub-şərq deyirsə, baxın, Aratda elə bu bölgəyə uyğun olacaq. Aratda ərazisi deməli, baxın, Urmiya gölünün cənub, yəni aşağı və şərq, yəni sağ, nisbətən sağ tərəfində yaranmış bir erkən dövlətdir. Və yaranıb eramızdan əvvəl 3-cü minilliyin birinci yarısında. Onun ərazisi Urmiya gölündən cənubdakı torpaqları deyirik, əhatə edir və Şumer mixi yazılı mətnlərdə Aratda haqqında bəhrəli dağları olan varlı ölkə kimi bəhs edilirdi və biz bunlar haqqında əsas məlumatı hardan tapırıq? Deməli, Şumer dastanlarından burada Emmerkar və Aratda hökmdarı adında bir dastan var və bu dastana görə də bizə aydın olur ki, Şumer şəhər dövlətlərindən biri olan Uruk şəhərinin hökmdarıdır Emmerkar və bizə məlum olur ki, onlar Aratda ilə gah düşmənçilik, gah daha dostluq edirlər. Yəni, münasibətlər stabil deyildi. Onlar hər biri bir-birini tabi eləmək üçün fəaliyyət göstərirdilər və Arat hökmdarı da Şumerə tabi olmaq istəmirdi təbii ki. Hətta bunlar arasında deyirik ki, bəzən baxın, dostluq münasibətləri də olurdu. Məsələn, qonşu tayfalar Uruk şəhərini mühasirəyə alan zaman Emmerkar Arat hökmdarından
yardım istəyir və Arattalılar da bunlara kömək eləyirlər. Eyni zamanda bunlar arasında ümumi mal mübadiləsi də var idi. Məsələn, Uruq şəhərində məbəd tikintisi zamanı Şumerlərə inşaat materialları, qiymətli metal və daşlar gedirdi Aratta ərazisindən. Və belə deyək, bu materialları oradan almaq üçün də qasidlər göndərilirdi Aratta ərazisinə. Arattadan iki çay arasında dedik metallar qızıl, gümüş, lacivert daşı. Lacivert daşı bax burada gördüyünüz bəzəkli daşdır. Və tikinti materialları gətirilirdi. Bəs əvəzində bu tək tərəfli deyildi. Əvəzində isə Şumerdən Arattaya əsasən taxıl və meyvə gətirilirdi. Düzdür, Aratta özü də əkinçiliklə məşğul olurdu. Amma mübadilə əsasında əlavə taxıl və meyvələr də alınırdı. Aratta əhalinin özü də müxtəlif sənət sahələri ilə məşğul olurdular. Məbəd və saraylar tikirdilər. Hətta bax Uruq şəhərində məbəd tikintisi zamanı Aratta ustaları orada gedib məbəd tikintisində də iştirak etmişdilər. Əkinçilik xüsusi yer tuturdu. Dəmiyə əkinçiliyi geniş yayılmışdı. Dəmiyə əkinçiliyinin nə olduğunu biz ikinci dərsimizdə izah eləmişdik, amma gəlin bir də təkrar edək. Dəmiyə əkinçiliyi dağlıq ərazidə suyunu suvarmaya ehtiyacı olmayan bir əkinçilik növüdür. Yəni əkin dağ bölgəsində əkilir və orada yağıntının miqdarı yüksək olduğuna görə yağıntı özü lazımı su ilə qidalandırır torpağı və nəticədə suyunu suvarmaya ehtiyac olmur. Lakin mövsüm quraqlıq keçəndə, yəni dəmiyə əkinçiliyinə lazım olan miqdarda yağış yağmayanda artıq həmin vaxtı Şumerlərdən taxıl mübadiləsi genişlənirdi. Yəni Şumer şəhərlərindən artıq taxıl almağa ehtiyac yaranırdı. Çünki məhsul zəif olurdu. Mövsüm quraq olduğuna görə. Ümumilikdə Aratta Şumerlərdə olduğu kimi şəhər dövləti idi və paytaxtı da elə Aratta şəhəri idi. Və şəhərin ətrafına da qorunmaq üçün qala divarları ilə əhatə olunmuşdu. Mərkəzində isə hökmdarın sarayı yerləşirdi. Hökmdarın yanında isə Ağsaqqallar Şurası fəaliyyət göstərirdi. Nədir Ağsaqqallar Şurası? Baxın, Ağsaqqallar Şurası mühüm məsələləri həll edirdi və burada məsələlər, qərarlar səs çoxluğu ilə qəbul olunurdu. Amma yekun qərarı yenə də Arattanın hökmdarı verirdi. Yəni Ağsaqqallar Şurası hər hansı bir qanun, qərar verici bir orqan deyildi. Hökmdarın hakimiyyətini məhdudlaşdırmırdı. Sadəcə olaraq ona məsləhət verə bilərdi ki, hökmdar belə eləsə yaxşı olar. Hökmdarsa son qərarı özü verirdi. Arattanın dini. Çox tanrılıq mövcud idi burada. Biz yenə də Şumer dastanlarından və mixi yazılı abidələrdən bizə aydın olur ki, burada çox tanrılıq mövcud olmuşdur. Və Şumerin bərəkət və məhəbbət ilahəsi hesab edilən İnannaya da ibadət geniş yayılmışdı burada. Burada ilahi İnannanın təsvirini də verib kitab. Və beləliklə bu da bizim Aratta dövlət qurumu. Burada xüsusi başqa hər hansısa bir yenilik mənə elə gəlir ki, qalmadı. Bir də Arattada baş kahin Maşmaş adlanırdı. İstəyirsiniz gəlin onu Samir Bəşirli müəllim, başqa bir tarix müəllimi. Samir Bəşirli onu yaxşı bir formada yığıb PDF-də. Gəlin onu da sizə göstərim. Aratta ilə bağlı ümumi yeniliklər nələrdən ibarətdir. Baxın, ölkəni ensi rütbəsi daşıyan hökmdarlar idarə edirdi. İki çayırçı ilə əlaqələr deyirik mövcud idi. Lacivert daşını dedik, paytaxtın Aratta şəhəri olmasını, çoxtanrılığın mövcud olmasını dedik və baş kahin Maşmaş adlanırdı. Bu 6-cı sinif kitabında yoxdur, yəqin 10-cu sinif dərsliyinə əsasən Samir müəllim bunu bura əlavə eləyib. Başqa hər hansısa bir yadımızdan çıxan bir şey yoxdur, amma bu cədvəli də sizin üçün açdım ki, bu siyahını da sizin üçün açdım ki, baxasınız və məlumatlı olasınız. Və eyni zamanda bunu da deyək ki, Aratta şəhər dövlətinin türk mənşəli olması ilə bağlı kitabda hər hansısa bir məlumat yoxdur. Əvvəlki kitablarda bunlar hamısına bağlı yazılırdı ki, bunlar türk mənşəlidir. Amma yeni dərsliklərdə türk mənşəli olmaqla bağlı hər hansısa bir fakt yoxdur. Yəni türk mənşəli olduğu inkar edilməyib. Sadəcə olaraq hər hansısa bir yazı da yoxdur ki, bunlar türk mənşəlidir, yoxsa yox. Bununla bağlı hər hansısa bir şey yazılmayıb kitabda. Yenidən dərsliyimizə qaydası olsaq, Lullubi
dövlət qurumu, daha doğrusu tayfa ittifaqı eramızdan əvvəl 3-cü minilliyin ikinci yarısında iki çay arasında mövcud olan Şumer şəhər dövlətləri, deməli eramızdan əvvəl 3-cü minilliyin ikinci yarısında iki çay arasında mövcud olan Şumer şəhər dövlətləri süquta uğrayır. Və orada Akkad dövlətinin hakimiyyəti altında birləşir bu ərazilər. Yəni orada Şumer şəhər dövlətləri dağılır, yerinə Akkad dövləti yaranır və Urmiya gölünün cənubunda da keçmiş Aratta dövlətinin qərb ərazilərində, Aratta dediyi cənub-şərqdədir. Baxın, xəritəyə yenə qaydası olsa, Aratta baxın, cənub-şərqdədir. Lullubilər bunlara nisbətən qərbdədirlər, sol tərəfdədirlər. Bax, bu ərazidə Lullubi tayfasının ittifaqı yaranır. Lullubi tayfa ittifaqına Su və Turukki tayfaları da daxil idilər. Xəritədə Su və Turukki tayfaları, baxın, Turukki və Sular elə demək olar ki, eyni ərazidə yaşayırlar. Baxın, bu ərazidə Su və Turukki tayfaları da bu ittifaqa deməli daxil idilər. Urmiya gölündən cənubda Diyala çayına qədər olan ərazilər burada var idi. Yəqin ki, indi tam olaraq yazılmayıb, sizdən də heç bax, bu xəritədə bu konuda soruşulmayacaq, amma ehtimal edirəm ki, Diyala çayı bax bu xəritədə bu mavi rənglə axan çaydır. Yəqin ki, bu çaya qədər olan ərazilər olar. Lullubi dövlət qurumunun ərazisi. Eramızdan əvvəl 3-cü minilliyin ikinci yarısında Akkad hökmdarı Lullubi ərazisinə işğalçı yürüşlər eləyirdi və Lullubilər də öz ölkələrini müdafiə edirdilər. Akkad işğalından qorumaq üçün mübarizə aparırdılar. Lullubi hökmdarları padişahlar padişahı adlanırdı. 10-cu sinif kitabında yazır ki, İmmaşqum padişahlar padişahı adlanırdı və eyni zamanda digər Lullubi hökmdarları da padişahlar padişahı adlanırdı. 6-cı sinif kitabında İmmaşqumun adı ümumiyyətlə verilməyib, amma yenə də məlumat kimi deyirəm ki, yadınızda qalsın, qeyd götürün özünüz üçün, təbii ki, dəftərinizdə. Və hökmdar Anubaninin dövründə isə bu dövlətin qüdrəti daha da artır. Belə deyək, Anubaninin hərbi uğurları hətta İri Qaya parçasının üzərində Mixiyazi ilə də həkk olunub. Buna qələbə sütunu deyirlər. Gəlin buradan yazaq hər ehtimala qarşı. Ola bilsin ki, heç bu testlərdə filan qarşınıza çıxmadı, amma yenə də yazaq, əlimizdə qalsın. Qələbə sütunu da deyirlər buna. Və bu qələbə sütunundan bizə nələr aid olur, nələri biz deməli bilirik. Qələbə sütunu bizə nələri deyir. Burada Anubaninin uğurlarından bəhs olunur. Biz bu kitabə sayəsində bilirik ki, bunlar Mesopotamiya ilə əlaqə saxlayıblar. Eyni zamanda bu kitaba Mixiyazi ilə yazılıb deyə, deməli biz bilirik ki, burada Mixiyazidən istifadə edilib, Mixiyazi ilə tanış olublar Lullubilər. Daşın üzərində bu yonlaraq yazılıb, qaya parçasının üzərində yonlaraq yazılıb. Deməli, burada daşı yonmağı bacaran ustalar var idi, yaxşı sənətkarlar var idi. Burada Şumer tanrılarına sitayiş olunması ilə bağlı Şumer tanrılarının adı keçir. Şumer tanrılarının sitayiş olunmasını bilirik və Akkad dilini bilmələri haqqında bu abidədən biz məlumat əldə eləyirik. Deməli, Lullubilər əsasən dağlıq ərazilərdə yaşayırdılar və yenə də iki çay arası ilə mal mübadiləsi edirdilər. Əsasən malqaranı verirdilər, əvəzində taxıl alırdılar. Yenə deyirik, Mixiyazi ilə bunlar tanış idilər. Burada məbədləri inşa edən ustalar var idi. Lullubilər səma, ay, günəş, bərəkət və məhəbbət tanrılarına sitayiş eləyirdilər. Eramızdan əvvəl 3-cü minilliyin sonlarında Lullubi dövlət qurumu, Lullubi tayfa ittifaqı daha doğrusu parçalanır. Eramızdan əvvəl 3-cü minillikdə Urmiya gölünün qərb və cənub-qərb hissəsində, baxın, xəritədə yenə göstərəsi olsaq, qərbində, baxın, Urmiya gölünün sol tərəfində, qərb hissəsində və cənub-qərb hissəsində Kuti tayfa ittifaqı deməli yaranmışdı və 3-cü minilliyin ikinci yarısında Kutilər erkən dövlət yaradırlar. Onlar Şumer şəhər dövlətləri ilə müttəfiq idilər. Lakin Şumer şəhər dövlətləri deyirik, süquta uğrayır. Onların yerində yaranır Akkad dövləti və Akkad dövləti də başlayır Urmiya gölü hövzəsində yaşayan tayfalara hücumlar eləməyə. Nəticədə buradakı tayfalar, bax Kuti tayfası da digər qonşu tayfalarla birləşərək bir hərbi ittifaq yaradırlar Akkadlara qarşı və Akkadları məğlub eləməyi də bacarırlar. Baxın, Kutilər Akkadları
Urmiya gölünün ətrafına hücumlar zamanı məğlubiyyətə uğratmağı bacarıblar. Xəttini düz çəkə bilmədim sözü. Akkad hökmdarları Şumerlərin dini mərkəzinə hücum edən zamanda, məbədi orada dağıtmaq istəyən zamanda Kuti hərbi dəstələri də köməyə gəlmişdilər və beləliklə Akkad hökmdarı bu şəhəri dağıda bilməmişdi. Belə bir fakt da yazılıb və Kuti hökmdarlarının şərəfinə də mixi yazılı abidə qoyulmuşdu və orada yazılmışdı ki, qüdrətli Kutium və dünyanın 4 səmtinin hökmdarı. Deməli, bu oxşardır nə ilə? Lullubilərdə Anubaninin qələbə sütunu ilə abidəsi ilə. Yəni, həm Lullubilərdə, həm Kutilərdə mixi yazılı abidə mövcud olmuşdur. Deməli, bu məsələlərdən sonra iki çay arasında müdaxilə daha da güclənir və Akkad dövləti bu dövrdə zəifləyir. Kutilər bundan istifadə edirlər və iki çay arasına hücum edib buranı ələ keçirirlər və təxminən 100 il müddətinə deməli, Kutilər Mesopotamiyanı öz əllərində saxlamağı bacarırlar. Amma Kutilər iki çay arasında əvvəldən mövcud olan idarə sistemini dəyişmirlər. Yəni, dövlət orada necə idarə edilirsə, həmin idarə etmə sistemi yerində qalır. Ölkəyə sadəcə olaraq canişinlər təyin edilirdi. Canişinin nə olduğu burada yenə yazılıb. Mərkəzi hakimiyyət tərəfindən əyalətləri idarə etmək üçün təyin edilən bir məmur, bir şəxsdir. Göndərilir hökmdar tərəfindən ki, get filan əyaləti, filan ərazini idarə elə. Bax, buna deyilir canişin. Kutilərə tabi olan Şumer şəhərləri daxili siyasətdə müstəqil idilər. Yəni, onların daxili siyasətinə Kutilər toxunmamışdı. Sadəcə olaraq onları öz himayəsinə almışdı, özündən asılı vəzifəsi almışdı. Həmin dövrdə Şumer şəhərlərində də Kuti hökmdarının şərəfinə yazılar tərtib edilirdi. Bu mətnlər Kuti hökmdarlarının kitabələri də mixi yazılarla tərtib olunurdu və bu mətnlər də qısa olurdu. Bu mətnlərdən biz bilirik ki, onlar ay, bərəkət, məhəbbət ilahəsinə sitayiş edirlər. Həmin dövrdə Kutilərin, deməli, Şumerdə, Mesopotamiyada iki çay arasındakı hakimiyyətliyi dövründə burada ticarət yollarında əmin-amanlıq bərpa olunur. Yəni, belə deyək, iqtisadiyyat güclənir. Xarici müdaxilələrin arası kəsilir. Dövlət xaricdən də güclü müdafiə olunur, ordu güclü olur. Urmiya gölü hövzəsinə də artıq yürüşlər dayanır. Çünki Urmiya gölü hövzəsinə kim yürüş edirdi? Məsələn, Akkad hökmdarları, amma bu ərazi artıq Şumerlərdən asılı vəziyyətdədir və hücum edə bilmir. Və əksinə Şumer və Akkad gəncləri Kuti qoşunlarında xidmət edirdilər. Və Kutilərlə Şumerlər arasında həmişəki kimi sülh münasibətləri mövcud idi. Sonuncu Kuti hökmdarının ikisi arasındakı hakimiyyəti isə cəmi 40 gün davam edir. Uruk şəhərində ona qarşı üsyan baş verir və bununla da Kutilərin ikisi arasındakı hakimiyyətinə son qoyulur. Onlar 100 il müddətinə, təxminən 100 il müddətinə ikisi arasını belə deyək, idarə edirlər. Eramızdan əvvəl 3-cü minilliyin sonlarında həm Kuti, həm də Lullubi erkən dövlətləri süquta uğrayır və xırda vilayətlərə parçalanır. Bu da oxşarlıqdır. Hər ikisi eramızdan əvvəl 3-cü minilliyin sonlarında deməli, xırda vilayətlərə parçalanıblar. Burada başqa biz adını çəkdik Turukki və Su tayfalarının. Turukki və Su tayfaları əvvəllər Aratdadan, sonra isə Kuti və Lullubi erkən dövlətlərinin tərkibinə daxil olublar və bu dövlət qurumları parçalandıqdan sonra Turukki və Su tayfaları da müstəqil siyasət yürütməyə başlayıblar və yalnız bundan sonra onların iki çay arasındakı hadisələrə, siyasi proseslərə qoşulması prosesi sürətlənib. Turukkilərin hücumları deyirik ki, ikisi arasının şimalında yaranmış Aşur və yaxud Assuriya dövlətinin sərhədləri üçün təhlükə yaradırdı. Yəni, Assurlar istəmirdilər ki, onlardan şərqdə Turukkilərin yaşadığı ərazidə güclü bir dövlət mövcud olsun, dövlət yaransın və buna mane olmaq üçün onlar Turukkilərə qarşı hərbi yürüşlər eləyirdilər. Lakin Turukkilər də bu yürüşlərin qarşısını ala bilirdilər. Əsasən bunlar arasında mübarizə nəyin üstünə gedirdi? Aşurların nəzarətinin altında olan Şarra vilayəti var idi. Bax, bu vilayət üstündə, belə deyək, müharibələr baş verirdi, hərbi toqquşmalar baş verirdi və Turukkilər bu ərazini ələ keçirmək istəyirdilər
və eyni zamanda yerli əhali də elə Turukkilərin hakimiyyətinin altına keçmək istəyirdi. Yəni Aşurları istəmirdilər. Bu dövrdə bax bu proseslər Aşurlara qarşı mübarizənin tək mümkün olmayacağından aydın olur ki, Turukki, Su, Kuti və Lullubi tayfaları yeni tayfa birliyində mübarizə aparırlar və Şuşa vilayətinin üstündə Aşurlarla mübarizə aparırlar və eyni zamanda bəzi hallarda onlarla sülhlə də hərəkət edirdilər. Və bu hücumlar nəticəsində Aşur dövləti də müəyyən qədər zəifləyir. Lakin eramızdan əvvəl 2-ci minilliyin sonlarında artıq Aşurlar yenidən güclənirlər. Aşurların güclənməsi isə təbii ki, qonşuluqda olan Kuti, Lullubi, Turukki və Su tayfalarına belə deyək, təhlükə yaradırdı. Və bu tayfalar Aşurun işğalçılıq siyasətinə qarşı çıxırlar. Onlar müstəqil olmaq istəyirdilər. Lakin təbii ki, xırda-xırda vilayətlər, xırda-xırda tayfalar birlikdə tək ayrıcalıqda Aşura qarşı mübarizə apara bilməzdi. Bu çox çətin bir proses idi. Ona görə də artıq zərurət yaranır ki, yəni ehtiyac yaranır ki, bu tayfalar birləşsinlər, yeni bir dövlət formasında birləşsinlər və Aşura qarşı normal mübarizə apara bilsinlər. Bax, Aşur dövlətinə qarşı, qonşu iki çay arasındakı işğalçı dövlətə qarşı mübarizə bu ərazidə, Azərbaycanın cənubunda, Urmiya gölü ətrafında dövlətin yaranmasını zəruri edən deməli bir prosesə çevrilir və nəticədə biz gələn dərsimizdə danışacağıq. Burada yeni bir dövlət formalaşacaq. Artıq erkən dövlət yox, tamamilə dövlət strukturunu mənimsəyən və buna cavab verən bir dövlət formalaşacaq ki, biz gələn dərsimizdə bu dövlət haqqında ətraflı söhbət edəcəyik. Ümumilikdə biz nəyi öyrəndik? Biz öyrəndik ki, Azərbaycanın cənubunda müxtəlif tayfalar və tayfa ittifaqları, erkən dövlətlər mövcud olub. Onlar əsasən iki çay arası ilə belə deyək, ticarət əlaqələri qururdular, ümumi siyasi proseslərə də qoşulurdular. Kutilər 100 il, təxminən 100 il iki çay arasını öz hakimiyyəti altında saxlayıb, eyni zamanda onların tanrılarını da sitayiş edirdilər. Həm Kutilərdə, həm Lullubilərdə belə deyək, abidə var idi. Bundan əlavə hər biri mixi yazı ilə tanış idilər və ümumilikdə burada da Samir müəllimin bununla bağlı da bir deməli cədvəli var kitabda. Onu da sizə göstərim. Baxın, Kuti və Lullubi dövlət qurumlarının erkən dövlətlərin, yəni fərqli və oxşar cəhətləri burada yazılıb. Burada əvvəl ilk punktda yazılırdı onların türk mənşəli olmaları, amma mən indi onu özüm silmişəm, redaktör eləmişəm. Çünki bununla bağlı hər hansı bir şey yazılmayıb bizim kitablarımızda. Bir də bunu demək sizə yadımdan çıxıb, Kutiləri, Kuti dövlət qurumunu dağ əjdahaları da adlandırırdılar uşaqlar. Dağ əjdahaları. Dağ əjdahaları da adlandırırlar. İndi mən bunu sildim, nəsə geri də qaytıra bilmirəm. Amma nəticə etibarilə bilək də Kutiləri dağ əjdahaları deməli adlandırırlar. Kutilərdə hakimiyyət seçim yolu ilə idarə edilirdi. Lullubilərdə isə hökmdarlar, padşahlar padşahı adlanırdı. Hakimiyyət irsən keçirdi. Dövlətin ərazisi Urmiya gölündən Diyala çayına qədər olan əraziləri əhatə eləyirdi. Maldar tayfalar idilər, ay, bərəkət, məhəbbət tanrılarına sitayiş edirdilər, yazılı abidə qoymuşlar, Mesopotamiya ilə əlaqə saxlayırdılar, Akkadlara qarşı mübarizə aparmışdılar, Şumerlərlə dostluq eləmişdilər, eramızdan əvvəl 3-cü minillikdə Urmiya gölü hövzəsində yaranmışdılar və s. Deməli, dərsimiz bundan ibarətdir. Əlavə bizim onlayn dərslərimiz var. Və onlayn dərslərimizin ilk birinci ayı yeni qoşulan tələbələr, abituriyentlər üçün birinci ay tamamilə pulsuzdur. Yay qruplarımız da mövcuddur. Biz sıfırdan deməli dərsləri keçirik.
müxtəlif qruplarımız var. Ümumiyyətlə əlaqə saxlayıb öyrənə bilərsiniz. Həm Instagram üzərindən, həm WhatsApp üzərindən, həm zənglə əlaqə saxlayıb qruplar haqqında dərsin keçirilməsi ilə bağlı olan deməli proqram haqqında əlavə məlumat əldə edə bilərsiniz. Kanalı izləmədə qalın, videonu bəyənməyi unutmayın, şərh yazmağı unutmayın. O çox çətin bir proses deyil. Bir dənə təşəkkür yazsaz kifayət eləyir. Kanalın populyarlaşması, videonun daha çox abituriyentin qarşısına çıxmasına xidmət etmək məqsədi ilə və eyni zamanda kanalda paylaşılacaq yeni test izahlarına və dərs izahlarından məlumatlı olmaq üçün kanala abunə olmağı da yaddan çıxarmayın. Belə, dərsimiz bu qədər. Gələn dərslərdə görüşənədək.